Əla, Pythonun ikinci dərsindəyik. Bu günləri variables, dəyişkənlərə baxacağıq. Daha sonra rəqəmlərlə işləməyi öyrənəcəyik. Daha sonra string, text yazmağı, sonra boolean dəyərləri, true, false dəyərlərinə baxacağıq. Sonra type conversionlar və ən sonda da input və outputlarla işləməyə baxacağıq. Birinci başlaya bilərik variableslardan. Variableslar nədir? Ümumiyyətlə belə fikirləşin ki, hər hansı bir qutu var və həmin qutunun içərisində biz hansısa bir məlumat saxlayırıq ya da nəsə bir saxlayırıq. Həmin saxladığımız şeylərə variablelar deyilir. Variable yaratmaq üçün birinci sol tərəfdə həmin variable'ın adını qeyd edirik. Məsələn, burada ad vermişəm və ondan sonra bərabər işarəsi qoyuruq. Bərabər işarəsindən sağ tərəfdə olan hissə isə bizim ona verdiyimiz dəyər adlanır, yəni value adlanır. Burada görürük ki, ad yazmışam və ada Murad adını vermişəm. Bu bizim text dəyərimizdir. Aşağıda da ikinci bir dəyərimi, variable-mu yaratmışam. Onun da adı yaşdır və bərabər də 26 yazıb. Bu variable'ların içərisində istədiyimiz tip, yəni Pythonun dəstəklədiyi istədiyimiz tipdə məlumatları yazıb qeyd edə bilərik. Bunu indi kod üzərində göstərəcəm, necə yaratmaq lazımdır. Gəlirik kodumuza. Artıq dərsdəki pay hazırdır məndə. Burada yaratmışam. Keçənki dərsdə də quraşdırmağı öyrətmişdim. Gəlin burada həmin adı burada yazıram. Yazıram sadəcə ad və ad. Bundan sonra bərabər də qoyuram və yazıram, açıram burada ştrix. Yazıram bura Murad. Bu məlumat artıq mənim kodumda istənilən yerdə əlçatandır. Yəni nə demək istəyirəm? Gəlin burada print funksiyasına, yəni terminala nəsə yazmaq istəyirəm. Burada Murad sözünü yazmaq yerinə birbaşa olaraq variable'ın adını yazıram. Ad sözünü. Belə bu cür formada. Və indi bu kodu mən terminalımda çalışdırsam, görəcəm ki, Murad adlı dəyər ortalığa çıxır. Yəni, bu o anlama gəlir ki, biz bu adı, bu Murad adını ad variable-nun içərisində saxladıq. Bəs buna niyə dəyişkənlər deyilir? Variableslar niyə dəyişkən adlanır? Ona görə ki, biz bu adı sonradan bir başqa adla dəyişdirə bilərik. Tutalım ki, burada ad Murad adıdır, amma mən printdən sonra gəlirəm aşağıya, bir dənə də ad yazıram, təkrardan həmin adı və bunu dəyişdirirəm bu dəfə, başqa bir ad yazıram. Məsələn, Günel. Belə formada. Və ondan sonra print adını təkrardan terminalıma göstərirəm və bu dəfə həm Murad, həm də Günel adı yadda saxlanır. Halbuki eyni adı idi, amma sonradan mən bunu dəyişdirə bildim. Burada hərfdən əlavə, daha doğrusu hərfdən əlavə rəqəmləri də yadda saxlamaq olur. Rəqəm yadda saxlamaq üçün də burada ştrixləri silirik. Belə formada. Elə bunları silim. Bu hissələr qalmasın. Və burada rəqəm yazıram. Və rəqəm yazdığımız zaman ştrixdən istifadə eləmirik. Sadəcə rəqəmin özünü yazırıq və burada gəlib bunu yaddaşa vursam 26 rəqəmi mənim üçün göstərəcək. Variableslar sadəcə bundan ibarətdir. Çətin heç nə yoxdur. Sadəcə qutumuz olur və qutu olaraq da variable adı veririk və həmin variable adına da bərabər qoyuruq və sağ tərəfində həmin məlumatın özünü yazırıq. İndi keçək int və float-la işləməyə, rəqəmlərlə işləməyə. Pythonda iki cür rəqəmlə işləmək olur. Biri intlərdir. Intin mənası bütöv ədədlər deməkdir. Yəni mən burada məsələn burada yazım yaş bərabərdir 26. Tamam mı? Və burada yazdığım 26 ədədi int dəyəri olur. Yəni 26 kəsr ədədi deyil. Yanına heç bir nöqtə və yaxud da vergül olub mən belə bir şey yazmamışam. Sadəcə 26 rəqəmini yazmışam. Və 26 rəqəmini gəlib burada göstərsəm, mənə 26 göstərəcək. Və buna int anlayışını deyirlər, integer anlamında. Digəri isə floatdur, yəni kəsr ədədlər. Həmin ədədlər də özündən sonra nöqtə qoyuruq. 1.4 və yaxud da nöqtədən sonra nə qədər istəyirik rəqəm yaza bilərik. Bu da kəsr ədədlər üçün istifadə olunur. Eyni formada yaşa gələrəm, bunun yanına nöqtə qoyuram və məsələn 2 yazıram və bunu terminalımda göstərirəm və bunun yanına 26.2 dəyərini göstərdi. Int və float'un fərqi nədir? Nəyə görə istifadə etməliyik? Intdən istifadə edə bilərik hər hansı bir bütöv rəqəmlər üçün. Məsələn, deyək ki, tələbələr. Tamam. Tələbələr bərabərdir 20 dənə tələbə var və hər birini mən tələbələri göstərmək istəyirəm. Və burada int yerinə float yazmağın mənası yoxdur. Çünki tələbələr tam olaraq bütöv insan kimi sayılır. Yəni burada 20.2 yazsam bunun mənası olmayacaq. Ona görə bütöv rəqəmlər üçün intdən istifadə etməliyik. Float'u harda istifadə edə bilərik? Məsələn, burada bir dənə price adlı dəyər yaradaram, variable yaradaram və buna istəyirəm ki, çünki məhsulumuzun qiyməti bütöv olmaya da bilər, .5 ola bilər. Daha sonra uzunluq, yəni ölçü vahidlərində yazaram bura məsələn uzunluq. Uzunluğum olsun məsələn 180.3. Belə bir anlamlarda biz fractionlardan, daha doğrusu kəsrlərdən istifadə edib bu ədədləri göstərə bilərik. Keçək indi string, yəni yazı məlumatlarına.
Stringin özü sadəcə mətn formasında olan məlumatı saxlamaq üçün istifadə olunur. Yəni text kimi olan məlumatı saxlamaq üçün. Burada istifadə eləyəcək ştrixlərdən, yəni kodlar deyilir buna, kod anlamında, ya ikili ştrixlərdən, ikili kodlardan, ya da birli kodlardan istifadə eləyəcək. Məsələn, burada sevdiyim rəng bərabərdir, ştrix açmışıq və birini açmışıq, birini də axırda bağlamışıq burada. Yaşıl yazılıb içərisində, bu mətni bunun içərisində yazırıq. Aşağıda isə rayon bərabərdir, bir dənə ştrix açıb Gəncə sözündən istifadə eləmişik. Yəni yadınızda saxlayın ki, 2 dənə ştrixdən eyni zamanda istifadə eləmək olmaz. Yəni bunu ikili açıb bunu birli ilə bağlamaq olmur. Bunu indi kodlarda göstərməyə çalışım. Gəlirəm bura, bir dənə dəyər açaq, variable açaq, mesaj yazım bura və içərisinə yazım salamlar. Və salamlar yazarkən də bu ştrixi açdım, 2 dənəsini belə formada göstərdim. Salamlar. Burada bunu belə formada eləmək olmaz. Bizə baxın error verəcək. Altına qırmızı xətt çəkir. Deyir ki, buradakı verilmiş salamlar olan text string dəyəri düzgün formada verilməyib. Ya hər iki tərəfi bundan olmalıdır, ya da iki tərəfi də ştrix olmalıdır bu cürə formada. Növbəti iş bizim stringlərimizi birləşdirmək olacaq. Tutalım ki, bizdə 2 dənə ad var, 2 dənə string var. Biz onları birləşdirmək istəyirik. Məsələn, biri olsun ad bərabərdir, olsun Murad. Və bir digəri də olsun, soyadı olsun. Məsələn, yazım bura Əliyev. Mən istəyirəm ki, burada bir dənə təzə ad açım. Yazım bura full ad bərabərdir və bu 2 dənə adı bir-birinə birləşdirim. Onun üçün biz istifadə edəcəyik plus işarəsindən. 2 dənəsinin arasına plus qoyacağam və 2 dənə mətni bir-birinə birləşdirəcəm. Yəni ad yazdım, plus, daha sonra soyad. Və bunu aşağıda printdə göstərsəm, full ad yazsam və burada ikisinin birləşmiş halını burada görəcəm. Amma burada bir dənə problem olur. Fikir verirsinizsə, Murad ilə Əliyev arasında boşluq yoxdur. Onlar bir-birinə bitişik formada gəliblər. Onu həll etmək üçün sadəcə bunun axırına bir dənə boşluq qoya bilərəm, belə həll edə bilərəm. Əslində bu düzgün formada işləyir Murad Əliyev. Amma bunun yerinə digər yollardan biri də, əgər burada boşluğumuz yoxdursa, buna əlçatan deyilsə, onda buraya yenə gəlib bir dənə plus qoyaram. Daha sonra buradan özüm belə boşluq verirəm ikisinin arasına, belə formada. Belə formada boşluq versəm, yenə də çağırsam bunu, baxın mən indi ikisinin arasında belə bir boşluq yaranır. Buna da concatenation deyilir. 2 dənə stringi birləşdirmək üçün istifadə olunur. Keçək indi booleanlara. Booleanlar nədir? Ola bilsin ki, bizim proqramımızda şərtlər mövcud olsun. Bu olanda bu olsun, bu olmayanda o olmasın, belə bir anlayışlar olur. Ona görə booleanlardan istifadə edilir. Booleanların 2 dəyəri olur. Onlara birinə true deyirlər, digərinə isə false deyirlər. True'nun mənası, yəni true anlamı doğruluğu bildirir. Hansısa bir iş doğrudursa, yəni icazəmiz varsa, ona eləmək istəyiriksə, ona true dəyərini veririk. Əgər yox, ona icazə vermək istəmiriksə, nəyinsə olmasını istəmiriksə, ona false dəyərini bildiririk. Bu da yanlışlığı bildirir. Məsələn, aşağıda bir dənə dəyər vermişik, variable yaratmışıq, baxa bilər və buna vermişik true dəyərini. Yəni bunu istifadə edən hansısa bir user bu true dəyəri olduğu üçün o işi, hansısa prosesi eləyə bilər. Aşağıda silə bilər digər variable yaranır və buna da false verilib. Yəni silə bilər false olduğu üçün artıq user ya orada icazə yoxdur sözünü görəcək, ya da ki, onu ümumiyyətlə görməyəcək, ona erişimi əldə edə bilməyəcək bu false dəyərinə görə. Onu da yaratmaq üçün gəlirəm bura, yazıram imtahanını keçdimmi? İmtahanını keçdim adlı bir dəyər yaradıram və bərabər də buna qoyuram true dəyərini. Və true dəyərini qoyanda fikir verirsinizsə, heç bir ştrixdən istifadə eləmədim. Yəni true yazan kimi də avtomatik mən true verdi. Ya bu nə rəqəm deyil, nə də yazı deyil, sadəcə boolean dəyəridir. İmtahandan keçdimi? Bunu gələcəkdə biz şərtlər üçün istifadə edəcəyik. If-də, else-də istifadə edəcəyik. Hələlik bu cürə formada saxlayıram. Çox dərinə düşməyək. Və bunun false dəyərini saxlamaq istəyirəmsə, eyni formada false göstərəcəm. Və bunu eyni formada printdə də göstərəndə yazı kimi false və yaxud da true dəyərini belə formada göstərir. Yəni true dəyəri, false dəyəri bu, true dəyəri də bu cürə formada göstərəcək. İndi ümumiliklə baxaq nələr öyrənmişik. Bütün öyrəndiyimiz data tiplərinə baxaq. Birinci öyrəndik intləri, tam ədəd anlayışı gəlir. Daha sonra floata baxdıq, kəsr ədədi deməkdir. Stringə baxdıq, yazılarda istifadə olunur, yazılar dəyəridir. Digəri isə boolean dəyəridir. Bu da şərti dəyərlərdə istifadə olunur. Ümumilikdə 4 dənə data tiplərinin bu günləri biz öyrəndik. Amma burada bir dənə məsələ var ki, fikir verirsinizsə, mən burada yeni datalar yaradarkən, hər hansı bir data yaradarkən, məsələn, gəldim ad bura, verdim, məsələn, Murad
Daha sonra age yazdım, bərabərdir yazdım 26 və bunları belə yazarkən mən demədim ki, bu stringdir və yaxud da bu ədəddir və s. Amma onun yerinə həmin Python özü bunu başa düşdü. Belə dillərə də proqramlaşdırmada dinamik typing dili deyilir. Yəni Python özü bunu kodu çalışdırarkən başa düşür ki, bizim də kod yazdığımız dəyərlər nə dilindədir və onu öz-özlüyündə təmin edir. Elə dillər var ki, statik dildir. Biz onu şərti olaraq özümüz explicit olaraq bildirməliyik ki, bu booleandır, stringdir yaxud da intdir. Amma Pythonda isə bunu bildirməyə ehtiyac yoxdur. Həmçinin bu səbəblərinə görə də Python dünyada asan bilinən dillərdən biridir. Çünki hər şeyi öz-özlüyündə həll eləyə bilir. İndi keçək type conversion-a. Type conversion-ın mənası bir tipi digər tipə çevirmək anlamındadır. Yəni rəqəmi yazıya çevirmək üçün, yazını rəqəmə çevirmək üçün, yaxud da floata çevirmək üçün, yaxud da booleana çevirmək üçün olan anlayışlardır. Biz buna ehtiyac duyuruq. Məsələn, hansı anlarda? Tutalım ki, bir dənə şərt qoyum, bir dənə məsələ qoyum bura. Yazım bura qiymət ya da price yazım. Price text kimi. Və bunun içərisinə ştrixlə yazıram 94. Belə. Hazırda qiymət teksti yarattım, amma bunu içərisinə rəqəm yazdım 94, amma yazı kimi formasında yazdım. Və bunu indi istəyirəm ki, mən çevirim adi bir rəqəmə. Onun üçün burada bir dənə təzə variable yaradaram, price bərabərdir və ondan sonra istifadə edəcəm ya int-dən ya da float-dan. Yazıram bura int belə və həmin price teksti gətirəm bunun içərisinə belə formada yazıram. Daha sonra bunu göstərəcəm printdə. Yazım bura price və burada aşağıda göstərim. Və 94 rəqəmi hazırda bilmək olmur bunun rəqəmi çevirib yoxsa çevirmədiyini. Amma int özü həmin rəqəmi, həmin hərfi daha doğrusu rəqəmə çevirir. Bunu necə sübut eləmək olar? Burada 94-ün qabağına məsələn yazaq AZN. Bu normalda insan gözü bunu oxuya bilir. Baxırsan ki, 94 AZN mənası qiymət anlayışı gəlir. Amma Python bunu oxuya bilmir. Çünki qabağında hərf olduğu üçün. İndi təkrardan bunu Python dərs pay kimi çalışdırsam, baxın mənə burada value error verir. Deyir ki, int with base 10, yəni 94 AZN onluq say sisteminə uyğun gəlmədiyi üçün bunu type conversion eləyə bilmir. Yəni bunun içərisində yalnız rəqəm olmalı idi ki, bu conversion-ı eləyə bilsin. Bunun əksi float-da da var. Yəni bunu float-a da çevirə bilərəm hazırda. Amma yəni eyni problemi verəcək mənim üçün. Amma burada 94-ün yerinə məsələn 94.2 yazsam və daha sonra gəlsin aşağıya, bunu belə yazsam 94.2 eləyəcək. Burada bir dənə məsələ var ki, eyni formada bunu int eləsəm, yəni düşünərsiniz ki, 94.2-ni çevirib eləyəcək 94, amma əslində elə olmur. Burada yenə Python bizə error verir. Həmin errorda da deyir ki, 94.2 onluq say sisteminə uyğun gəlmədiyi üçün biz onu int-ə çevirə bilmirik. Yəni nə stringi, nə də float-u, ümumiyyətlə booleanı belə biz price-da int-ə çevirə bilmirik. Yalnız int-ə olması üçün onun tam ədəd olması lazımdır. Bunu eyni formada şey də çevirə bilərik, string formasına. Məsələn, yazaq bura bu 94.2-ni, 94-ü elə belə 94 adi rəqəm kimi eləyib. Daha sonra stringi belə yazacağam və aşağıya gələcəm, bunu belə göstərəcəm və bu hazırda olan isə bizdə string formasında olan versiyası bizə göstərir. Daha bir önəmli məqam var Pythonda. Bunu bilməyimiz gərəkdir. Bura gəlirəm və hazırda price-miz mövcuddur. Price text olaraq. Tutalım ki, bura yazım price bərabər 94 yazdım və aşağıda mən hər hansı bir məhsulun cəmini görmək istəyirəm. Yazaq bura total bərabərdir. Yazıram ki, bura elə ümumi yazaram içərisinə və daha sonra istəyirəm ki, bu iki dənə teksti bir-birinə birləşdirib bura price yazım. Burada düşüncənizə gələr ki, ümumidir. Ondan sonra bayaqları stringdə öyrəndiyimiz kimi 94 sözü yazacaq, ümumi 94 və bura gəlib total yazsam, baxın nə baş verəcək. Burada bizim üçün error çıxarır. Deyir ki, int olan dəyəri stringə çevirmək mümkün deyil. Əgər JavaScript proqramlaşma dilini bilirsinizsə, bu mümkündür həmin dildə, amma Pythonda həmin şey mümkün deyil. Yəni iki dənə eyni tip, fərqli tipdə olan dəyərlər bir-birinə birləşdirə bilmir. Halbuki dinamik tip olmasına baxmayaraq, yenə də bizdən tələb edir ki, bunu stringə çevirək. Yəni bura gələcəm, buna str yazıram belə, string anlamında və daha sonra gəlib bunu belə çalışdırsam, onda başa düşəcək ki, bura total yazım. Onda başa düşəcək ki, bu ikisi də stringdir və bizə ümumi 94 yazısını belə formada verir. Əla. İndi keçək boolean hissəsinə. Boolean hissəsi biraz maraqlıdır, həm də fərqlidir. Bunu istəyirəm diqqətlə baxasınız. Başa düşdük ki, məsələn, bu true vermək üçün bura şərt yazım. Məsələn, bir ad yazım bura true.
Və bu bizim adicə yaratdığımız true formasında olan dəyərimizdir. Və mən bunu indi çevirsəm belə formaya, true yazı formasına və daha sonra bunun da qabağına şərt text yazım ki, bir-birinə ayıra bilim. Şərt t və aşağına əsl şərti verim və bərabərdir yazıram. Bool funksiyasını açıram, orada verilmiş və buraya yazıram şərt t. Burada düşünürsünüz ki, hazırda true sözü eyni formada olduğu üçün true'nu çevirəcək, bool halına gətirəcək. Doğru düşünürsünüz. Hazırda bunu print kimi aşağıda göstərməyə çalışsam, şərt və mənə true'nu verir. Yəni bu funksiyada heç bir problem yoxdur. Amma burada bir dənə məsələ var ki, bu əslində true məsələsi burada true yazılmağına görə deyil əslində. Burada mən başqa bir sözlə yazacağam. Tamam ki, yazım bura salam və aşağıda salamı çevirib boolean-ına şərtə çevirdim və burada gəlib təkrardan yazsam mənə yenə true dəyərini verdi. Burada nə baş verir? Burada əslində məsələ odur ki, true anlamı nəyinsə bayaq dediyim kimi nəyinsə doğruluğunu bildirdiyi üçün və şərt t variable-nun içərisində hər hansı bir yazı olduğu üçün bizə deyir ki, hazırda bu mətn mövcuddur. Bunun içərisində nəsə məlumat var. Bu da o deməkdir ki, mən burada salam sözünü silib içərisində belə boş bir şey saxlasam, yəni hazırda içərisində heç nə yoxdur. Gəlsəm bura şərt hissəsinə və təkrardan bunu çağırsam, görəcəm ki, dəyərim burada false-a çevrildi avtomatik olaraq. İçərisində bir dəyər olarsa, həmin dəyəri bizim üçün true sayır, amma içərisində heç bir şey yoxdursa, o zaman bunu bizə false sayır. İndi burada bunu dəyişdirib rəqəm 0 eləsəm, baxın burada nə baş verir. Bunu 0 elədim və yaddaşa vururam və burada Python dərs 2-yə basıram. Görürəm ki, həmin dəyəri false elədi. Yəni 0 olan dəyəri də özündə false kimi götürdü. Maraqlıdır əslində. Bunu 1 eləsəm, baxın bunu true elədi. Mənfi dəyərlərə baxsaq, yazaq bura -1 və bura gəlsəm, bunu da true kimi göstərdi. İndi keçə bilərik növbəti hissəyə, input və print anlayışları. Print anlayışını artıq bizə tanışdır. İndi istəyirəm inputdan danışım. Deməli, printin anlayışı terminalda məlumat yazmağı etsə, onun əksi, yəni terminalda məlumat götürmək anlayışı input olacaq. Bunun üçün bir dənə nümunə bir şey düzəldək burada kodumuzda. Mənim fikrimdə olan odur ki, mən terminaldan ad və soyadı götürüm, daha sonra həmin məlumatları birləşdirib print kimi ona verim. Əvvəlcə inputun necə işlədiyini görüm. Sadəcə bura gəlirik. Necə print yazdığımız kimi bura input yazıram və belə bir mötərizə açıram. Yaddaşa vurdum və bunu kodu çalışdırım. Və hazırda çalışdırandan sonra fikir verirsiniz, terminalım olduğu kimi qalıb. Yəni bizdən bir komanda gözləyir, hər hansı bir söz gözləyir. Hər hansı bir şey yazıram bura, məsələn 3 və enter basıram və bunu basan kimi terminalım dayandı. Nə baş verdi? Kodumuzda bir dənə input dəyəri var idi. Həmin input dedi ki, mən sənə dəyər gözləyirəm və biz bunu edəndən sonra bundan heç bir şey götürmədik. Amma mən buradakı 3 rəqəmini və daha doğrusu 3 yazısını, çünki yazı verir bizə, onu buradan götürüb onunla əməliyyat edə bilərəm. Məsələn, bunu çevirib eləyək ad. Birinci inputumuz olsun ad və ikinci adımız da olsun soyad olsun bu hissə və buna da input verim. Yəni 2 dənə input götürəcəm terminalımdan. Daha sonra printin içərisində həmin adları bir-birinə birləşdirəcəm. Arasına belə boşluq da qoya bilərəm ki, bir-birinə bitişməsin. Və belə yazım, burada yazım soyad. Belə. Və indi gəlirəm koduma, təkrardan çalışdırıram. Bura gəlim, baxın indi gözləyir hazırda. Bura yazıram məsələn Murad, enter bastım, daha sonra Əliyev və enter bastım və axırda nəticə kimi Murad Əliyevi mənə belə formada göstərdi. Bu adi formada olan inputdur. İndi deyirsiniz ki, bəs bunun qabağına mən adlar da yazmaq istəyirəm. Çünki burada belə yazanda heç bir şey göstərmir, bilmirəm nədir. Onu eləmək üçün də inputun içərisində 2 dənə mötərizənin arasına direkt açırıq və burada yazıram ki, elə ad yazaq bu listəyə. Silim. Ad olsun və 2 nöqtə qoyaram arasına. Eyni formada aşağıdakı input üçün də soyad belə və ara buraxdım və daha sonra gəlirəm inputuma təkrar. Bunu belə silim. Və burada yazan kimi mənə gəldi ad. İndi ad yazıram bura Murad və ikinci də gəldi soyad və buna da yazıram Əliyev və mənə Murad Əliyevi belə formada göstərdi. Buna oxşar indi bir dənə də bir şey göstərim. Biz buna oxşar kalkulator düzəldə bilərikmi? Məsələn, burada rəqəmlər vermişik. Daha sonra həmin rəqəmləri toplama işini görmək istəyirəm. Onu eləmək üçün belə bir şey deyək. Elə adımızı silək buradan. Adı silək və ad yerinə yazaq bura rəqəm 1. Burada rəqəm 1 yazaq adı olduğu üçün. Daha sonra soyadı da dəyişdirək. Rəqəm 2. Balaca hərflə yazaq.
və soyad sözünü də yazıram bura rəqəm 2. Əla. Buradan da bunu silək, çünki toplama işi görəcəyik deyənə arasında görün. İndi burada nə baş verəcək, ona fikir verin. Gəldi çalışdırdım kodu. Birinci rəqəm olaraq yazın məsələn 4 və ikinci rəqəm olaraq yazın 5. Və nəticəyə baxın nə baş verdi? 45 rəqəmini bizim üçün verdi. Amma burada nə baş verir? Hazırda bayaq dediyim kimi input bizə string olaraq məlumatı qaytarır. Yəni bu o deməkdir ki, biz məlumatı çevirib eləməliyik ki, rəqəm. O zaman bu işləməyə başlayacaq. Ona görə bayaqki type conversionlardan istifadə edə bilərəm. Inputdan qabaq elə bura gəlirəm, yazıram bura int dəyəri olmasını istəyirəm və bunu açdım mötərizə kimi. Daha sonra bu həmin inputu götürəcəm. Bunun içərisinə belə yapışdıracağam. Eyni formada int-ə də verə bilərəm həmin şeyi. Yazaq bura int və ikinci rəqəmi də inputunu götürürəm, bunun içərisinə yapışdırıram. Və burada hər iki dəyəri birincidə nə etmiş oldum? Input hərfi gələn kimi və yaxud da oradan da biz nə götürürsə götürək, onu çevirəcək, int eləyəcək və bu rəqəmə təyin eləyəcək. Sonra ikinci input götürür, həmin inputu da int eləyir, ikinci rəqəmə təyin edir və nəticəmizi burada plus ilə toplayıb bizə verəcək. Aşağı gəlirəm, kodu çalışdırıram və rəqəm 1 olaraq təkrardan yazaq 4. Aşağı yazın 5 və bizə 9 rəqəmini düzgün formada verdi. İndi növbəti məqam bir dənə bir şey var burada. Mən istəyirəm ki, print rəqəm plus rəqəm 2-də bunun qabağına bir dənə cavab sözü də atım. Yəni 9-dan qabaq yazım ki, bura cavab 2.9. Elə bir şey yazaq. Yəni adi formada yaza bilərəm ki, bura cavab və plus belə yazsam. Bunu da stringə çevirim. Belə formada və bura bir plus qoyum. Yəni təkrardan eyni şeyi çalışdırmağa çalışım tez. 4, bu da olsun 5 və bizə bir error verdi. Nə baş verir? Deyir ki, string not int to string. Yəni bayaqları göstərdiyim kimi, video əvvəlində də göstərdim və burada rəqəm olduğu üçün və cavab olduğu üçün concatenation'da, yəni bir-birinə stringlər bir-birinə bağlananda hər hansı bir dəyər rəqəm olarsa, həmin dəyəri çevirib bizə verə bilmir. Ya bu rəqəm qabağına deyirsiniz ki, string yazaram, daha sonra bunu çevirərəm. Onda da eyni formada, yəni 4, 5, 45 hərfini, tekstini bizə verəcək. Onun yerinə biz də istifadə eləyəcək başqa bir metoddan. Bunları hamısını silirəm. Bu printin iki dənə mötərizənin arasında yazıram belə bir F hərfi. Daha sonra ştrix açıram belə. Və ştrixin içərisində burada yazacağam elə cavab, bayaqki sözü cavab. Daha sonra burada açıram quyruqlu mötərizə. Belə formada. Həm açıram, həm də bağlayıram. Bu iki dənə quyruqlu mötərizənin arasına biz Python kodumuzu yaza bilərik. Rəqəm 1 üstə gəlinsin, rəqəm 2. Və indi nəticəyə baxaq. Gəlin bura, yazın Python 3 və yazın 4, olsun 5. Və bizə 9 cavabını belə formada verdi. Nə baş verdi? Bu iki dənə quyruqlu mötərizənin arasında olan əməliyyat bunu artıq string kimi görmür. Burada həmin əməliyyatı, riyazi əməliyyatı yerinə yetirir. Daha sonra burada F olduğu üçün bunu ümumilikdə çevirir stringə hamısını və bizə nəticəni belə formada göstərir. Bugünkü videoda bu qədər. Bugünkü dərsimizdə öyrəndik variablesları, numbersları, stringləri, booleanları, type conversionları, input və output necə işləyir. Yəni output olaraq printdən istifadə elədik. Əgər bununla dərslə bağlı sualınız olarsa mütləq kommentlərdə yazın, bildirin. İnşallah növbəti videoda görüşərik. Sağ olun.